Xalq rəssamı Cəmil Müfidzadə əsərləri bir sıra əcnəbi ölkələrdə sərgilənən görkəmli incəsənət xadimidir. Cəmil Müfidzadə 1948-55-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. Daha sonra Cəmil bəy bu sahədə olan peşəkarlığını artırmaq üçün Ukraynaya yollanıb. O burada Kiyev və Xarkov şəhərlərində rəssamlıq barədə yeni biliklərə yiyələnib. Cəmil bəyin diplom işi olaraq hazırladığı neft daşları, rəngli ofortlar silsiləsi bu texnikanın qrafik imkanlarına yeni çalarlar gətirməsi ilə diqqət çəkib. Ofort rəssamlıqda xüsusi qrafik çap texnikasıdır. Sadə dillə desək, rəssam əvvəlcədən metal lövhənin üzərinə xüsusi qoruyucu təbəqə çəkir. Sonra iynə ilə həmin təbəqəni cızaraq şəkil yaradır. Cızılan yerlər turşu ilə işlənir və dərinləşir. Lövhə boyanır, artıq boya silinir. Yalnız cızılmış yerlərdə qalır. Sonda kağız üzərinə çap edilir və beləliklə şəkil alınır. Yəni afort kağızda yox, əvvəlcə metal üzərində hazırlanıb, sonra çap olunan rəsmdir. Bu üsul rəsmi daha incə, detallı və dərin göstərməyə imkan verir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qrafika kafedrasına rəhbərlik edən Müfidzadə Ofort adlı dərsliyin müəllifidir. Onun yaradıcılığının əsas istiqamətlərini milli mövzular təşkil edir. Diplom işindən etibarən yaratdığı Bakı albomu, İçəri şəhər, Abşeron nefti və Xınalıq silsilələri Azərbaycan mövzulu qrafikanın ən dəyərli nümunələri sırasına daxildir. Bu əsərlərdə doğma məkana sənətkar rəğbəti, milli memarlıq abidələri və təbiət mənzərələrinə xüsusi bədii münasibət hiss olunur. Cəmil Müfidzadə eyni zamanda xarici səfərlərdən ilhamlanan silsilələr də ərsəyə gətirib. Monqolistan torpağında Misir təəssüratları və Şimal silsilələri insan, məkan və təbiətin özünə məxsus estetik vəhdətini əks etdirir. Xüsusilə Monqolistan torpaqlarında silsiləsində Qobi səhrasının dəvəli mənzərələri geniş yer tutur. Cəmil Müfidzadə həm də kitab illüstrasiyası sahəsində çalışıb, Respublika, Ümumİttifaq və beynəlxalq sərgilərdə fəal iştirak edib. Onun Bakıda, Təbrizdə, Moskvada, İstanbulda, həmçinin Polşa və Fransada 9 fərdi sərgisi təşkil olunub. Eyni zamanda Cəmil bəyin əsərləri 80-dən çox beynəlxalq sərgidə Avstriya, Kanada, Kuba kimi ölkələrdə nümayiş etdirilib.